Bildiyiniz kimi Azərbaycan Judo Federasiyası fevral ayından etibarən yeni yarış mövsümünə start verir. Bu yeni yarış mövsümü özü ilə 4 əsas yeniliyi gətirəcək. Birinci yenilik məşqçilərin və idman təşkilatlarının qeydiyyatıdır. Yanvar ayının 30-una qədər bütün məşqçilər və idman təşkilatları Azərbaycan Judo Federasiyasına yaxınlaşaraq özləri haqqında məlumatları yeniləməlidir. 2. İdmançıların lisenziyalaşdırılması. Bu tamamilə yeni prosesdir. İdmançıların lisenziyalaşdırılması prosesi tam onlayn həyata keçirilir və bütün mövsüm boyu davam edəcək. Əsas məsələ ondan ibarətdir ki, lisenziyasız idmançılar yarışlara buraxılmayacaq. Üçüncü məsələ transfer məsələsidir. Bildiyiniz kimi hal-hazırda qış transfer mövsümü açıqdır və yanvarın 30-una qədər davam edəcək. Bütün məşqçi dəyişiklikləri və idman təşkilatları üzrə dəyişikliklər yanvarın 30-una qədər icra olunmalıdır. Hal-hazırda biz 300-dən çox transfer keçidini həyata keçirmişik. Dördüncü yenilik kəmər imtahanları ilə bağlıdır. Belə ki, bu mövsümdən etibarən kəmər dərəcəsi olmayan idmançılar yarışlara buraxılmayacaq. Yeganə güzəşt ondan ibarətdir ki, mövsüm ərzində hər bir idmançı yalnız 2 dəfə kəmər dərəcəsi olmadan yarışlarda iştirak edə bilərlər. Kəmər imtahanlarımız hər ay var və ilk kəmər imtahanımız yanvarın 31-i və 1 fevral tarixlərində həyata keçiriləcək.